Tərkibi vitaminlər, mineral maddələr, zülal, kalsium, dəmir və karbohidratlarla zəngin olan göbələk ləzzətli qida olmaqla yanaşı olduqca təhlükəlidir. Payız və yaz ayları bu qidanın mövsümü olmasına baxmayaraq zəhərlənmə halları il boyu müşahidə olunur. Apardığımız sorğudan bəlli oldu ki, göbələkdən zəhərlənən şəxslər də var, zəhərlənmə riskini ağlına belə gətirməyənlər də. Bəli, zəhərlənmişəm, amma yenə də xoşladığım üçün alıram. Heç fikir vermirəm, yəni zəhərlənmə belə ağlıma gəlmir də. Restoranda daha çox göbələkli yeməklər yeyəndə iynə görüntüsünə baxıram. Göbələyin yararlılıq müddəti ötdükdə onun tərkibində orqanizm üçün təhlükəli olan zərərli maddələr əmələ gəlir. Bu qidanı qəbul edən şəxslərdə isə zəhərlənmə, ürək bulanma, qusma, ishal, baş ağrısı kimi simptomlarla özünü göstərir. Göbələkdən zəhərlənmə halları adətən 30 dəqiqə, ən gecə isə 24 saat ərzində müşahidə olunur. Gecikmiş simptomlar vətəndaşlarda ciddi fəsadlar yarada bilər. Hətta böyrək çatışmazlığı, qaraciyər çatışmazlığı halları da tez-tez müşahidə oluna bilər. Bəzi göbələk zəhərlənmələrində isə xüsusən tərkibində atropinin dediyimiz atropinli göbələk zəhərlənmələrində isə hətta görmənin pozulması da müşahidə oluna bilər. Ona görə də əgər hər hansısa bir insanda göbələk zəhərlənməsi şübhəsi varsa, dərhal həkimə müraciət olunmalıdır. Çünki göbələk zəhərlənmələrinə ilkin etapda müdaxilə olunarsa, bu xəstəliklərin həyatını qurtarmaq mümkündür. Mütəxəssislər göbələyi etibarlı, mənşəyi bilinən yerlərdən almağı tövsiyə edirlər. Zəhərlənmə təkcə göbələyin keyfiyyətindən asılı deyil, həm də onun saxlanılma, bişirilmə qaydalarından da asılıdır. Göbələk məhsulunu istehlak edən zaman, satın alan zaman qida təhlükəsi ilə bağlı bir sıra məqamlara diqqət yetirmək lazımdır. Bunlardan ən vacibi məhsulun üzərindəki müəyyən etiket bilgiləri haqqında ilkin tanış olmalıdır. Məhsulun istehsal son istifadə tarixi, istehsalçı şirkətin ünvan və əlaqə vasitələri, 100 qramlıq məhsulun qida və enerji dəyəri və digər məlumatlar öz əksini tapmalıdır. Məişətə gətirdikdə mütləq üst hissəsi yaxşıca yuyulmalı, uzun müddət saxlanmamalı, həddindən artıq çox alıb stoklanmamalı, yalnız ailə üzvlərinin istehlakına uyğun şəkildə alınmalıdır. Bir sözlə vətəndaşlar göbələk alarkən daha diqqətli olmalı, onun növünə fikir verməlidirlər. Göbələyi yedikdən sonra üzərində hər hansı bir əlamət hiss elədikdə dərhal həkimə müraciət eləmələri məqsədə uyğundur.